Salam əziz dostlar. Bir neçə nəfəri qonaq çağıraq, dərslərə çağıraq, görək gələn olur ya yox. Və eyni halda sizdən də xahiş eləyim. Salam əziz dostlar, yenə də salam ərz edirəm. Xoş gördük sizləri. Mən bir tədad dostları bu dərsə çağırdım, amma sizlərdən də xahiş edirəm, əgər mümkün olsa sizə share eləyəsiniz, live share olsun, bəlkə dostlarımız sizin vasitənizlə görsün və nə deyirlər, dərsə şirkət eləsinlər. Azərbaycan Milli Fəallar üçün jurnalizm dərsinin 22-cisini başlayırıq. Birinci bölümdə, yəni teori bölümündə jurnalizmdə, yəni inkişaf ya tövsiə jurnalizmində ictimai müşarikətdən danışacağıq.
İkinci bölümdə isə bir fars xəbər və 2 dənə yazının üstündə bir az danışacağıq. İkisi türkcə və biri farsça olacaq. Bu günləri Dünya Xanımlar Günüdür. Mən dünən gecə televizyona baxırdım, Türkiyə televizyonlarına, orada əməkli xanımlar deyə ad çəkirdilər. Əməkli deyəndə mənim zehnimə bu gəlir ki, yəni çalışan, işləyənlər və işdən mənzur bilirsiniz, biz belə öyrəşmişik. Hər kəs ki ondan bir pul qazana, ona iş deyirlər. O birisilər ki ondan pul qazanmır, ona bekar deyirlər. Mütəəssifanə o nənələrimiz, bacılarımız, xanımlar ki evlərdə işləyirlər, uşaq saxlayırlar, təmizlik edirlər, yemək bişirirlər, paltar ütürürlər, sübhdən axşama, gecə sübhəcən işləyirlər. Bunlar bekar hesablanır təəssüflə, həm fərhəngi ümumidə və həm də idari və rəsmi dildə İranda. Və biz belə təlim görmüşük. Yəni, mən özüm də belə təlim görmüşəm. Onun üstündə də mən yazmışdım, zənane, farsçasını yazmışdım, türkçəsini yazmışdım, işləyən ya əməkli xanımlar. Sonra bunun şəkil elədim və baxdım, gördüm, beynəlmiləl adı International Women Day-dir. Women's Day, xanımlara müxtəsis olan gün. Türkiyədə bəlkə bu əməkliliyin mənası İranla çox fərqli ola. İş anlamı evdə işləyənlərə də gedə. Amma bilmirəm. Yəni, orasını bilmirəm ki, o cür deyə yox. Onun üçün bu günləri müşarikət ictimaiyyədən danışacağam teori qismətində və sonra da xəbər bölümündə də çalışacağam ki, xanımlardan heç olmasa bir yazı oxuyayım, türk yazan xanımlardan. Xanım Sevil Süleymaninin bir yazısını seçmişəm elə Qadınlar Günü haqqında, türkcə, ərəb əlifbasında. Mənə çox maraqlı gəldi, çox sevdim bu yazını və istərəm ki, dostlar bu cür yazı ilə tanış olsunlar və öyrəşsinlər. Mən özüm də öyrəşməyə çox şeylər var. Jurnalizm dedik ki, çox xəbərdən ibarətdir. Amma jurnalistlərin özləri fəqət kişi olmamalıdır, xanımlar da olmalıdır. Əvvələn xanımların niyə huzuru gərək çox olsun, amma azdır mütəəssifanə. Dedim, bir tərif bundan ibarətdir ki, xanımların işlərinin bir çoxu pulsuz işdir. Ondan da uşaq doğmaq, uşaq hamilə olmaq, uşaq doğmaq, uşaq saxlamaq, uşaq süd vermək, uşağı gecə-gündüz yetişmək, onların, yəni take care eləmək, onlarından müvazibət olmaq, saxlamaq iş hesab olmur. Amma 24 saatlıq bir işdir. Xüsusən əgər bir xanımın 2, 3, 4, 5, 6, 7, 8, 9 uşağı ola da o neçə nəfərin, neçə dənə pərəstların işində görür eyni halda. Amma eyni halda evdə də yemək, içmək, libas yumaq, qab yumaq, təmizlik, qonaq gəlir, qonaq gedir. Hamısının da qabağından bu xanım çıxır və bunlara yetişir. Amma danışanda da evdə ər, qardaş, bacı ki yox, ər, qardaş, nə bilim, dədə və ha belə uşaq, oğlan uşaqları ananı iş zabı bilmirlər, bekar bilirlər. Yiyir, içir, evdə dolanır. Amma o halda ki, əgər bir gün bir kişi 9 dana uşağı saxlasa, həm də 24 saat, yəni həftənin 7 günü, ilin 366 günü və 24 saat tətilsiz uşaq saxlasa görərik nədir. Fikir edin ki, bir kişi müəllim olur və mədrəsədə işləyir. Görürsünüz ki, 6 saat, 7 saat dərs deyir, gəlir də gecə sübhəcən uxunan geçinir. Ustad danışqahda beləsidir. İndi görün ki, bir dənə özdə yekə adamlarla tərəfdirlər. Yəni, heç olmasa 6 yaş, 7 yaşları var bunların. O birisi tərəfdən də danışqaha gedən adamlardırlar. İndi görün ki, uşaqlar evdə, kiçik uşaqlar və çox şuluq. Evdə də hər şey var. Yəni, bıçaq var, qeyti var, iynə var,
kirpit var, fəndək var, bərq var, elektrik var. Çox şeylər var ki, uşaq özünə ya özcüyə zərbə vura bilər. Məsələn, mən eşitdiyim bir dəfə bizim famililərdən biri girir otağa, görür ki, qardaş bacını alıb qucağına, bıçağı da qoyub boynuna. Deyir ki, pıx elərəm. Deyir, yox, pıx eləməsən. Yox, pıx elərəm. Yəni, bilirsiniz, uşaq oyunla gedir ora ki, mən bunu pıx eləyə bilirəm. Və bir nənə, əgər bir saniyə gec yetişə, mümkün uşaq o birisini pıx eləmiş olmuş olsun. Və bu çox bir çətin işdir. Uşaqları o mühitdəki mədrəsədə bir çox şeylər nə edəcək? Uşaq ən sonunda çıxarıb səndəliyin üstünə ya mizin üstündən hoppular yerə. O birisi ilə güləşər, başı dəyər bir yerə. Amma evdə onlar min vəsilə eləyə bilər bir uşağa, bir evə, bir ailəyə bir tarixi zərər vursun. Və analar bunu 24 saat işləyirlər üstündə və bir pul almırlar. Onun üçün də müşarikət ictimai nəzərə gəlir xanımlarda azdır. Çünki ictimada çox görünmürlər. Yəni, camiəmizdə xanımlar o qədər çalışmırlar. Bizim gözümüzün qabağında deyirlər. Onun üçün deyirik ki, xanımlar çalışmırlar. Niyə? Çünki uşaqları saxlamaq, dedim, bir 366 günlük 24 saat tətilsiz işdir. O, bu xanımlara icazə vermir, tamam ictimai məsələlərdə eləyə bilsinlər, müşarikət eləsinlər, kişilər qədər. Kişilər 8 saat, 10 saat işləyirlər, qalanını bekardırlar. Həftənin də sonunda, indi cümə axşamı olsun, cümə olsun, Avropada, Amerikada şənbə, yekşənbə olsun, sübdən axşama, axşamdan sübə bekardırlar, dolanmaqdan, o bizə getməkdən baş açmırlar ki, bir xanımlarına kömək eləsinlər. Jurnalizmin bir vəzifəsi tövsiyədə ya inkişafda insanların ictimada huzuru olmaq və əksül əməl ya reaksiya göstərmək şərti var. Yəni, inkişaf tapmış camiə, o camiədir ki, orada xanımlar və ağalar həm vaxtları, həm imkanları, həm düşüncələri, həm savadları bunlara icazə verir ki, bunlar camiənin işlərində dixalət eləsinlər, nəzər versinlər, fikir ortaya qoysunlar, etiraz eləsinlər, himayət eləsinlər. Jurnalizmin bir vəzifəsi, yəni tövsiyə jurnalizminin vəzifəsi bundan ibarətdir. Əvvələn camiəni dəyişdirməyə gərək çalışar, yəni insanları dəyişdirməyə. İkinci, onları düşünməyə məcbur eləyə. Üçüncü, onları müşarikətə çağırar, yəni onlara o məlumat verə, o ittilaat verə ki, o insanlar, kişi olsun, arvad olsun, fərq eləməz. İndi bir sinnidən heç olmasa məsələn 12, 13 ya 18 yaşından yuxarı insanları camiədə müşarikətə məcbur eləsin. Maraqlandırsın heç olmasa. Məcbur da demirik, maraqlandırsın. Bu jurnalizmin işidir. Yəni jurnalizmin bir işi bundan ibarətdir. İnsanlara bir məlumat verə, o məlumatın əsasında insanlar həssas olalar camiədə keçən məsələlərə. Məsələn, bu günləri ana günüdür. Bağışlayın, xanımlar günüdür, dünya xanımlar günüdür və İranda 14 nəfər əgər iştibah eləməsəm tutulubdur. Bunlardan 4'ü kişidir, 10'u xanımdır. Bu günləri İranda gəlmişmişlər, danışıq eləyərlər ya toplanırlar haqlar üstündə bir haqlar istəyərlər. İran dövləti islah tələblər fərq eləməz, əlbəttə dedim, İranda islah tələb adında bir şey yoxdur. Addır fəqət o. Ad. Sadəcə addır. Onun içində məna yoxdur. Dövlət, sistem tökülü bu xanımları tutubdur.
o ağaları ki, gəlmişlər xanımlardan himayətə tutubdur. Mətbuatın bir vəzifəsi budur. Əvvələn neçə gün qabaqdan gərək bunu yayıydilər. Xanımların haqları nədir? Yəni, jurnalistin vəzifəsi budur. Xanımların haqları nədir? Hangi sahələrdə xanımlara zülm olur? Harda təbiz var? Harda ayrı seçkilik var? Harda xanımlar əşa görünürlər? Harda işə alınmırlar? Haralarda işə alınırlar, amma kişilərlə bərabər işlədikləri eyni işdə, eyni savad, eyni təcrübə ilə çox aşağı gəlirləri var. Tətilləri azdır, imkanları azdır. İşdə yuxarı dərəcələrə çıxmaqları çox imkansızdır. Belə bir mövzulara tövsiə tapmış bir jurnalist barmaq qoymalı, onların haqqında günlər, aylar yazmalıdır, insanları həssas eləməlidir. Bəzən insanlar öz haqlarını bilmirlər. O qədər başları yaşayışa qatışıqdır ki, fədakarlığa qatışıqdır ki, müşkülləri həll eləməyə qatışıqdır ki, xəbərləri olmur, haqları nədir? Ya haqlarından çox sadəlikcə dözmə ilə fədakarlıq altında, uşaq adında, ailə adında, abrı adı altında getirlər haqlarından. Ya əsən bilmirlər, bunlar haqlarıdır ki, ona görə danışalar, istəyələr, alalar, ya istəməyələr. Bir də bəzi haqlar var ki, qanunda xanımlara haqq verilib də əslən xəbəri yoxdur. Bir də haqlar var ki, qanunda alınıbdır, ya qanun o haqda sakit qalıbdır, nəzər verməyibdir, amma xanımın da haqqı deyil. Mütəəssifanə xanımlar ya ağalar bu haqlardan xəbərləri olmasa istəyə də bilməzlər. Mən əgər bilməyəm azadlıq, demokrasi, hüquq-i bəşər, haqqı təyin sərnişt, fikri olmaq, fikri yazmaq, fikri yaymaq, fikri bağırmaq, mən əlan burada sizə danışıram, hər kəs qulaq açar, asmaz, amma mən bu fikri danışa bilirəm. Bu, əgər bilməsəm bunlar mənim haqqımdır, bunlardan istifadə də eləyə bilmərəm. Amma əgər jurnalistdir ki, inkişafçıdır, tövsiə tələbdir, o jurnalist yaza, hətta əgər mən bilməyəydim, mənə ayılda ki, dünyada filan haqq, filan məmləkətdə filan kəslərə verilibdir, amma verilibdir. Heç deməyək ki, İranda verilib ya verilməyibdir. Mən deyəcəyim ki, əgər bir haqq Avropada, Amerikada, Kanadada, nə bilim, İsraildə bir adamın, fərq eləməz kişi, arvad, bir insanın haqqıdır, amma mən yaşadığım yerdə mənim haqqım deyil. Niyə mənim haqqım deyil? Niyə mənim haqqım olmasın? Bu sorunu soruşa bilərəm. Amma əgər bilməsəm, deyərəm bəlkə elə dünyanın hər yerində belə olar. Və bu, həyat elə budur, mən gərək bununla gedəm. Jurnalismin bir vəzifəsi budur, dünyada keçilən öncül işləri, fikirləri yaza və insanlara deyə ki, bu öncül insanlar belə fikirləşirlər. Mən də o fikri alam, öz zamiəmə tətbiq verəm və onu işləyəm. Bu da o şeylərdən ki, mütəəssifanə İran mətbuatı o haqda danışmırlar. İnkişaf və tövsiə jurnalizmi bir vəzifəsi bundan ibarətdir. İnsanları agah eləmək. Və onları müşarikətə çağırmaq. Müşarikət nədən olar? Müşarikət bunda olar ki, əvvəl mən biləm, nə var, nə yox, nə dünyada insanların haqqıdır ki, mənim haqqım deyil, nələr öz məmləkətimdə haqqımdır ki, mənim xəbərim yoxdur. Həm dünya səviyyəsində xəbərim yoxdur, həm burada qanun var ki, mənim xəbərim yoxdur, haqqımdır, həm də biri də qanunlar yoxdur, sakitdir, danışılmayıbdır, haqq tanınmayıbdır, amma mənim də yenə də xəbərim yoxdur. Nələr mənim haqqım ola bilər, amma deyilməyibdir, yazılmayıbdır, qanun olmayıbdır. Bunları biləndən sonra o jurnalizmi tövsiənin vəzifəsidir, bu xanımlara ya ağaları deyə nə cür eləyə bilərsiniz, o haqları ələ gətirəsiniz.
Təbii ki, tək-təşinə bir insanlar heç iş görə bilməzlər. Hətta əgər yuxarı savadın olar. Məcburdur bu insanlar toplanırlar. Məsələn, onlayn toplaşmaqlar Facebookda, Telegramda, orada, burada və bir-birini tanımaqlar və onlayn cələsə qurmaq, imza toplamaq biri ola bilər. Məsələn, nə yaxşı olardı bir kampeyn başlanıydı. Bir ay bundan qabaq xanımların bir neçə haqqın heç olmasa dövlətdən, qüvvəyi qəzaiyədən, məclisdən istəyəydi. Yəni, 3 qüvvə var. 3 qüvvəyə də bir heç olmasa gedəydi, ağa bizim bu həqlərimiz var, niyə bu həqlərimizi? Təbii ki, bir dana vəkil görürsünüz ki, eləyə bilməz bu işi görürsünüz. Amma bəlkə 100 dana vəkil yığılsa bir yerə, eləyə bilərlər bir dana layihə, hüquqi hazırlayarlar, bunu verərlər məclisə. Verərlər nümayəndələrə. Amma bu, jurnalizmi توسعه ya inkişafçı jurnalizmin vəzifəsidir. Bu, jurnalismin vəzifəsidir ki, vəkillərin, hüquqçuların, millət vəkillərinin parlamenda, dövlətdə işləyən insanların, dadgahlarda, məhkəmələrdə hakim ya qazi olan insanların, müstəşar olan insanların zehninə bir də bir şeyləri salam. İslahat ya inqilab ki biz danışmışıq, inqilabçı jurnalistlər buradan başlar. Yəni siz bir fikri atarsınız, o fikir gedər insanların için gəmirər, onları çəvirər. Müşarikət-i ictimai oradan başlanır ki, əvvəl müştərək bir agahlığa yetişək. Bir bilincimiz olsun. Agahlıq türkçəsi bilinc. Bilincimiz olsun. Dünyada nələr insanların haqqıdır, nələr insanların haqqı deyil, amma mübarizə edirlər, ələ gətirsinlər. Mənim məmləkətimdə nələr mənim haqqımdır, nələr mənim dünyada olan haqlar vardı, yazılıb dünyada, onları burada yazmayıblar və nələr yazıblar mənə vermirlər. Nümunə üçün deyirəm, heç bir kişi ömründə hamilə olmaq, ya boğaz deyirlər türkçə, boğaz olmaq və 9 ay qarnında bir uşağı sıfırdan 100'ə yetirməyi təcrübə eləməyibdir. Heç vaxt bir kişi bir uşaq doğan halında cırılmayıbdır, qışqırmayıbdır, bağırmayıbdır, ölüm ayağına getməyibdir, ya ölməyibdir. Heç vaxt bir kişi aylar, illər yuxusuz qalıb bir uşaqdan, ya neçə uşaqdan müraqibət eləməyibdir. Necə olur ki, birdən-birə çıxır dədəsi olur? Bu çox cəlibdir. Uşağın sahibi olur. Qanun uşağın hizanətini verir dədiyə. Bir dədə ki, nə buna boğaz olubdur, nə doğubdur, nə əziyyətin çəkibdir, nə gecə-gündüz ondan müraqibət eləyibdir, nə onun halını bilir, nə əhvalını bilir. Amma hizanəti onundur. Mən bunu fikirləşirdim. Bu fikri doğrudan desəm, son zamanlarda yetişmişəm. Bəlkə 3-4 ilin fikridir. Necə olur kişilər nənədən çox uşağa ehsası təməllük elirlər? Məncə yalandır. Mən özüm bir dədəyəm deyirəm. Mənim 4 uşağım var. 3 qızım, 1 oğlum var. Mən heç vaxt xanımımın %1'i qədər o hissi ki onda vardı uşaqlara görə, məndə yoxdur. Olmaz yəni. Çünki əsən porusa o cür deyil. Necə olur ki, birdən uşağa deyəndə kimin uşaqsan deyir, dədəmin uşağıyam. Nənəm, əsən dədə, bəlkə heç dədənin uşağı deyil. Bu dədənin uşağı deyil, bir ayrı dədənin uşağıdır. Onu nənə bilir. Heç kəs bilmir.
Amma qanun dediyə bu imkanı verir ki, hətta Kanadada da bu cürdür. Uşağa təməllük olsun, malik olsun. Uşaq mənimdir. Xanım istəyə təməllükü ala əlinə gərək sabit eləyə ki, mən kişidən çox səlahiyyətim var uşağı saxlamağa. Otomatik gərək uşaq xanımın ola. Otomatik. İlla bu ki, sabit ola, məsələn, rəvani mərizçiliği vardı, mümkündür uşağı öldürə, ya əziyyət verə. Amma bizim camiəmizdə uşaq kişinindir. Bir çox camiələrdə uşaq kişinindir. İndi oturaq bunu jurnalisti bir baxışdan, yəni inkişaf ya tövsəyə jurnalisti baxımından buna bir baxaq. Bir dənə uşağın vücuda gəlməsində və bunun bir 18 yaşına yetişməsində dədəsinin nəqşini görək. Görək bu dədənin rolu nədir? Mən dədiyəm, özümü nəqd edirəm. Dədə bir gün gəlir evdən, eşikdən evə, seksə ehtiyacı var. Təhti iş görür, çox sadə və biədəbanə desə, hop bulur xanımına bir seksi elir, xanımla da işi yoxdur, o da seks elədi ya yox, özünü təxliyə elədi, getdi işini də alışsın, qutardı. Bunun işi bir dənə uşaqdan sadəcə bu oldu. Yəni, bir dənə uşağın ana ona nə cür hamilə olduğu, necə 9 ay, 9 gün, 9 saat, hər neçə, nə bileyim axı, az çox. Mənim öz nəvəm məsələn 12-13 gündə çox qalmış gələ. Ananın qarnında günü-gündə milimetrin, milyon metr, yəni, milimetr yox. 1 milimetrin 1 milyonu qədər gündə bəzi günlər yekəlir, yavaş, gəlir olur 4 kilo, 5 kilo. Biz bunun ki, erkəklər bu prosenin harasındayıq? Bu prosenin düz o xanımımızla seks elədik, ondan sonra biz bunun harasında varıq? Xanım gəlir, doğum haləti var, yetişir ora. Çox zirəng olsaq, bəzi məmləkətlərdə icazə versələr, gedəcək xanımın əlini tutaq otaqda ya bimaristanda ya doğduğu yerdə. Amma o xanım ölə bilər, o xanımı cıracaqlar, əməl eləyəcəklər, o uşağı oradan çıxadacaqlar. Siz kişilər biraz tuvaletə gedəndə, biraz zor verəndə orada görürsən ki, gəlirlər bir həftə sızıldırlar. Eyvay ki, elə oldu, belə oldu. Dördür, ora, bura dərman. Amma bir xanım 4 kiloluq, 5 kiloluq bir uşağı doğacaq. Və tarixdə milyonlar nənə uşaq doğanda ölübdür. Amma bir kişi uşaq doğanda ölməyibdir. Yəni, doğa bilməz ki, ölsün. Ondan sonra da o nənə, o ləhzədən ki, bu uşaq düşdü, ömür boyu onun dövrəsində pərvanə kimi dolanır. Dədə neynir? Ən çox işi görsə, əcə görsə budur, görsə. Gedəcək eşikdə 3 saat, 5 saat, 10 saat, 15 saat işləyəcəkdir. Bir pul gətirəcəkdir. Uşaqla da danışsa, bir dənə şapalaq vuracaq qulağının dibinə, yorulmuşam, halım yoxdur, ged oturur tərəfə. Pulsuz da olsa, işi də olmasa ki, daha pisdir. Yəni, əxlaqı, it əxlaqı olacaqdır. Əvəzin ki, deyək, yaxşı, mənim indi pulum yoxdur, biraz da xoş əxlaq olun bu uşağı. Heç olmasa xoş əxlaqla kontrol edeyim, bu arvadı xoş əxlaqlıqla kontrol edeyim. Biraz da əxlaqı pis olacaq, it olacaq. İtdən əlbəttə, haşa itin huzurundan yol. Dəli bir mövcud olacaq, düşəcəkdir uşağın canına, arvadın canına vuracaq, döyəcək, əziyyət verəcəkdir. Sonra da qanun deyəcək, sən dədəsən. Bu uşağın full time, bütün 24 saatlıq 1366 günlük gecə günüz işdən dədənin səhmi sadəcə bir nəniyə bir neçə dəqiqə seksidə vaxt qoymaq və bir də əgər işləsə işləmək.
Bir dənə ona ayaqqabı alacaq, bir dənə paltar alacaq, bir dənə filan şey alacaq, ona da 1000 dənə hıqqınan, zıqqınan, etirazla, filanla. Amma dədə onun sahibidir. İnkişaf jurnalisti bunları deməlidir. Və deməlidir ki, uşaq nənənindir. Dədənin orada bir seks səhmi var. Seks səhmi qədər neçə saniyədir, o qədər də haqqı hizanəti var. Bu nənə deyir ki, gərək elə uşağın görməyə icazə ala dövlətdən, qanundan, polisdən. Bu dədədir ki, istəyə neçə saniyəlik görə gərək icazə alsın. Bu dədənin adı deyil ki, gərək gedə uşağın üstünə. Bu nənənin adıdır ki, gərək geçsin uşağın. Çünki nənə doğubdur, hoviyyət nənənindəsilər. Bilirsiniz, bir neçə gün bundan vaxt bir dostumla danışırdım, mənə deyirdi şey, bəzi İranda çox roşan fikir, filan roşan fikirdə əcib fikirlər var. Məsələn, nə mənə dedim? Yadımda deyil, amma çox gözəl fikirlər var. Roşan fikir adamdır. Bir şey dedim və bunu yavaş-yavaş üstündə çox işləyirəm. O da budur ki, roşan fikrin sözü xoş olmaz. Roşan fikrin sözü acı olar. Camiə onun ziddinədir. Roşan fikrin ziddinədir. İttifaqən o zaman bir adam roşan fikirdir ki, camiədə onun ziddini olar. Və bu cəsarət eləyə o camiənin ziddiyyətinin qabağında fikrini ortaya qoya bilər. Çünki o fikri ki, camiədə mühafizəkarlar onun ziddinədirlər. O fikir ortaya gələndə görürsünüz, həm qabaqçılar müxaliflər ondan, həm də indikilər. Bu gərək bir şey deyək ki, müxalifət ola. Fikirliyin İranda komünistlik nə qədər müxalifət vardı ondan? Həm dinçilər tərəfindən, həm dövlət tərəfindən, həm sərmayədar tərəfindən, hər tərəfdən ona müxalifət var. Elə bu müxalifət Rusiyədə də var idi, o birisi yerlərdə də, yəni Məsihi məmləkətlərdə də var idi. Görün nə qədər o fikrin ziddinə insanlar, hətta karicərlər müxalif idilər. Əgər bir fikir deyərlər ki, mən onu qəbul eləyəm rahatlıqca, bu roşan fikir deyil, bu populistdir. Çünki mövcud fikri biraz xoş qiyafə ilə, xoş kəlmələrlə deyirlər, mən qəbul edirəm. Deyirəm, ben roşan fikirdir. Amma roşan fikir odur ki, gələ bir deyən deyək ki, ağa, kişinin uşaqda 1 dəqiqəlik səhmi olubdur. 5 dəqiqəlik səhmi olubdur. Səhmi o qədər olubdur ki, bir seks edibdir. Y-ləri özündən təxliyə edibdir. Bu qədər. Səhm olubdur. İndi görək nənələrin buna təpkisi nədir? Dədələrin təpkisi nədir? Dövlətin təpkisi nədir? Qanunun təpkisi nədir? Dinin təpkisi nədir? Əxlaqın təpkisi nədir? Camiədə olan raid bir şeylər ki, hamısı etiraz edəcək. Necə ki bunu deyirsən? Sən roşan fikri deyilsən. Tövsiə jurnalisti camiənin populisti, ümumi, əvamanə fikirlərindən qaçmalı, yeni fikirləri ortaya qoymalıdır. Yeni fikirlər əsasında tövsiə üz verər. Hər fikri ki, dünənki fikrin taza bir versiyonu ola deyilə, onun taza bir şey ola versiyonu, bu elə həmanki sözdür, dünənki sözdür, biraz bunu qəşəng deyirlər. Dünənləri deyirlər, otur buyuna deyil, əyləş. Sabah deyirlər, buyur əyləş. Təşrif gətirin, əyləşin. Bunların heç birisi taza bir söz deyil. Bunlar fəqət bu kəlməni biraz yekətmək, uzatmaq, rəh vurmaqdır. Amma bu rəhləri götürsən, görürsən elə həman söz. Otur. Pəs, müşarikət ictimai jurnalizmdə və tövsiədə əslidir. Amma tövsiədə jurnalist, bağışlayın, tövsiədə müşarikət üz verməsə, tövsiə olmaz. Hangi məmləkətdə tövsiə yoxdur,
orada, yəni müşarikət bağışlayın, hangi camiədə müşarikət ictimai yoxdur, o camiədə tövsiə yoxdur. Əgər bu günləri görürsünüz Azərbaycanda, Güney Azərbaycanda tövsiə yoxdur, illəti budur ki, müşarikət ictimai yoxdur. Tövsiə müşarikətin səmərəsidir. Və müşarikət o zamandır ki, insanlar bilincili olalar, düşüncəli olalar və bu düşüncə əsasında bir hədəfə toplanalar və o hədəfdə inkişaf aparalar camiəni, sürütləyərlər. Çünki camiənin motorunun, hərəkət sisteminin qüdrəti bu topluntuda, bu müşarikətdən gəlir. Əgər bir camiədə jurnalistlərində, işçilərində, müəllimlərində, danışqahlarında, idarəsində, dadgahında xanımların huzuru olmasa, xanım haqqı inkişaf eləməz. Mən 2 gündür öz səfəmdə 5000 dostum var mənim. Bunların 3000-ə yaxını xanımdır. Və müxtəlif qruplar var, NGO-lar var, təşkilatlar var ki, yenə də onlar dostlarımdılar. Məsələn, Facebookda 24 saat, bəlkə 26 saatda agəhi qoymuşam biz Günaz TV-də. Bu həftə xanımların haqqında, bugünkü durumları və gələcəklərə görə olan fikirləri haqqında danışacağıq. Və 50 nəfərdən çoxa dana mesaj göndərmişəm və bir qruhi mesaj göndərmişəm ki, pəyam göndərmişəm, söz göndərmişəm, yazı göndərmişəm. Ki, xanımlar, biz bu günü buradan danışacağıq. Çox sevinirəm, siz bizim qonağımız olasınız. Yazmışıq, bir ayrısında yazmışıq. Xanımlar, lütfən telefonlarınızı göndərin. Biz sizin telefonlarınızına zəh bıraq, siz danışın televizyonda. Xanımlar müşarikət yoxdur. Müşarikət olmasa hüquqlarını ala bilməzlər. Xanımlar nə qədər bir iddia qabaqda geçsin, o zamanacan ki, camiənin içinə getməyibdir. Bizdə bir dənə irad var. İnkişaf tapmamış camiələrdə, geriyə saxlandırılmış camiələrdə bir dənə müşkül var. O da bundan ibarətdir. Deyirlər ki, hə, mənim haqqım var. Amma bilmirəm nədir? Dövlət bunu mənə verməlidir. İntizarları dövlətdəndir. Bu, fərq eləməz, hər sahədə bu cürdür. Ana dilində də bu cürdür, Urmu gölündə də bu cürdür, iqtisadda da bu cürdür, maliyyatda da bu cürdür. Hər şeydə eyni bunun tayır. Biz nə etməliyik? Biz haqqımız üçün mübarizə eləməliyik. Toplanmalıyıq. Dövlətin qarşısında durmalıyıq. Əgər bu günləri Qadınlar günüdür, indi sonra bir məqalə oxuyacağım, orada görəcəksiniz. Xanım Süleymaninin, Sevil Süleymaninin məqaləsini oxuyacağım, görəcəksiniz. Amerikada dövlətə yalvarmayıblar mənə hüquq ver. Yüzlər ölü veriblər xanımlar, ta eləyə biliblər. Bir də haqları alsınlar. Sən əgər bir haqqı istirsən, müşarikətin olacaq. Yəni toplanacaqsan, o haqq üçün insanları agah eləyəcəksən, dövlətə dayanmayacaqsan, o insanları ki, agah elədin, bilincili eləndirdin, düşündürdün, onlarla birlikdə hərəkət eləyəcəksən və dövləti, sistemi, məclisi, qanunu, qüvvə-i qəzaiyəni qoyacaqsan baskı altına, onlardan o haqqı zorla boğazlarından çəkib çıxacaqsan. Çünki o misal vurdum da xanımların məsələ, dəqiqən eyni odur. Camiədə hər şey taza haqqı sənə verməkdə müqavimət var. Həm din adına müqavimət eləyəcəklər, həm din özü müqavimət eləyəcək bəzi sahələrdə. Həm dinçilərin dinini baxışı, həm dinin də bəzən ayat-ı Quranda vardır, bəzən görürsünüz ki, müxalifdir. Onu zorla alacaqsan. Məsələn, Quranda bərdədarlıq rəsmiyyətə tanınıbdır. Hətta kirahət ilə də olsa, təhrim eləməyib, haram eləməyib bərdədarlığı. Bəlkə rəsmiyyətə tanıyıbdır. Tarixən də Məhəmmədin də, Əlinin də, qızının da, arvadının da hamısının nökəri kənizi varmış. Alınmış. İnsanları azadlıqların əllərindən alınmışlar, sən gərək mənim bərdəm olasın. Bu da sünnətdə də var. Əxlaqda da var, hər şeydə də var idi. Amma camiə çalışıb Amerikalılar
o nəsli ki bunu savaşıblar, aradan aparsınlar, yaşasınlar. Onlar ki eləyə bildilər bu əxlaqı bizim camiəmizə də gətirirlər. Bizim camiəmizdə əxlaq, din, baxış, dinçi baxışı, siyasi baxış, ictimai baxışı, əmniyyəti baxış, hamısı bərdidarlığı indi pis bilir. Biz mübarizə əsasındadır ki, normhay ictimaini, normhay əxlaqini, burası farsı olur hamısa, əxlaqi normları, ictimai normları, siyasi normları, qanuni normları, dini normları, tarixi və sünnəti normları sındıra bilərik və içindən həqqimizi ala bilərik. Çünki bəzən o normlar, o ictimai, siyasi, dini, tarixi, sünnəti normlar divar kimi durur bizim qabağımızda. Biz gərək o normlarla savaşaq. Ta eləyə bilək alsın. Pəs tövsiyə ictimai o zaman üz verər ki, orada müşarikət ictimai olan, müşarikət ictimaidə hər quruh xaricilər, müəllimlər, nə bilim, əmələlər, azad işləri olanlar, bazarçılar, tükançılar, nə bilim, karxanada işləyənlər, idarələrdə işləyənlər, filanlar, hamısı hər kəsən öz mənafiyi haqqında toplaşa, öz mənafiyi haqqında və işi haqqında eləyə bilər haqların dalısçıncılar. O cümlədən xanımlar da bu məsələdir. Mütəəssifanə xanımların rolu həm yazmaq sahəsində, həm jurnalistlik sahəsində, həm idari sahələrdə, həm hüquqi sahələrdə, həm dadgahlarda qazi olmaq sahəsində, həm çox yerdə əxlaqi sahələrdə xanımların yeri boşdur. Milli hərəkət, Azərbaycan milli hərəkəti təhcə bir yeri ki, eləyə bilər, orada öncül görsəsin özün dünyada və heç olmasa Orta Doğuda, ya Xavərmiyanədə xanımların hüquqlarından müdafiə eləməsidir. Bu günləri İranda 14 nəfər ki tutulubdur, onlardan 4'ü ağadır. Niyə ağalar xanımlardan olmayıblar o cərəyanda və o qədər tutulmayıblar? Çünki ağalar xanımlara o haqqı verəmirlər. Baxın, mən özümdən desəm, mən evdə otururam, xanım qəza bişirir, paltar yuyur, utu çəkir, filan eləyir, bəhman eləyir, hər işi görür. Mənim asayişim ona bağlıdır. Mən bu asayişi əldən vermək istəmirəm. Buradan bir təzad çıxır. Mən nə qədər xanımların haqqlarından danışa biləm, oradan ki, mənafeyim icazə verir. İndi bu çıqqılı misaldan gedin böyük camiyə, camiədə siyasətmədarlara, hüquqçulara, filanlara görün ki, nə qədər də onlar eləyə bilərlər bunu geçsinlər qabağa. Bunun üçün xanımlar özləri gərək düşərlər meydana. Mən çox sevinirəm, Azərbaycanda bu balans dəyişibdir. Balansı tarixi kişilərin nəfqinə dəyişibdir. Xanımlar Azərbaycanda, Güney Azərbaycanda bugün çox yazırlar, çox danışırlar. Vaqəən görürəm feministi hərəkət, ya xanımcıl hərəkət, qadıncıl hərəkət, qızcıl hərəkət, yəni küllündə desə xanımcıl bir hərəkət Azərbaycanda içəridə çox ciddi cərəyandadır. Şeirlər yazırlar, nağıllar yazırlar, romanlar yazırlar, hikayə yazırlar və bu çox ciddidir. Mən fikir edirəm Azərbaycan hər milli hərəkəti xanımların lazım qədər xanımlara yer verməsə öz hərəkətində, onların haqlarından difa eləməsə, xanımlar bu hərəkətin hər sahəsinə girməsələr, biz müvəffəq olmayacaq. Çünki hər camiənin, nəslinin tərbiyyəti və nə cür tərbiyyət olması azadlıq istəyəcək, istiqlal istəyəcək, bərdəlik istəyəcək. Hancısın? Bunların hamısının yetişdirən adamı anadır və xanımlardır. Xanımlardırlar ki, indi əgər biz bugün təsmin tutsaq xanımlarımızı milli hərəkətdə və camiəmizdə, hətta kişilərin alın yazısını yazan bir quruh bilsaq, 18 ildən sonra gələn nəslin hamısı Azərbaycançı olar. Hamısı istisnai. Çünki əgər biz xanımları bu günləri eləyə bilsək,
2 ilin, 3 ilin, 5 ilin içində hamısı milli hərəkətdə haqq sahibi və hərəkətin sahibi və kişilərin alın yazısını yazan bir camiə bilsaq, bir qrup bilsaq xanımları, onların hürmətin, onların yerin, onların imkanın tamamən ixtiyarlarında qoya bilsaq və bu fədakarlığı eləyə bilsaq kişilər, xanımlar doğduğu uşaqları Azərbaycanlısı yetişdirəcəklər. Çünki xoşbəxt olsa xanım, xoşbəxtliyi yaradar. Əgər bizim fikrimiz və rəftarımız xanımlarımızı xoşbəxt eləməsə, xanımlar bizim fikrimizdən, düşüncəmizdən, rəftarımızdan qaçarlar və qaçdıqca hərəkətdən uzanarlar. Və hərəkətdən uzansalar, o uşaqları bizim ziddimizə tərbiyyət elərlər. Necə ki, Məhəmməd Rıza və Rıza Plani dövrəsində uşaqlar tərbiyyət olublar ki, ya Azəricidirlər, ya İrancıdırlar, ya Farsçıdırlar. Azərbaycancı içində çox azdır. İndiki nəsli də görürsünüz ki, yavaş-yavaş balaca uşaqların əhslərini qoyurlar, hamısı Azərbaycancı görünür. Niyə? Analar belə tərbiyyət edirlər. Mən fikir edirəm, müşarikət ictimai jurnalizmin və camiənin tövsiyəsinin əsli rüknü jurnalizmidir. Jurnalizmin də əsri rüknü xanımların huzuru olmaq və xanımların haqlarının yeri olmaq o mətbuatda, ya o mediada. Yəni, əgər mümkündür xanımların özlərinin huzuru olmasın, amma onların haqlarının huzuru olursa, böyük bir hərəkətdir. Çox sağ olun ki, bu ləhziyəcən məndən oldunuz, bu anacan məndən oldunuz. Bir qıssa ara verək, qıssa aradan sonra sizlə birlikdə ikinci bölümə keçərik və əməli jurnalizmə başlarıq. Bir neçə dəqiqədən sonra xidmət istəyəm. Buyurun.